Deməli alken karbon 2H4, karbon 3H6, karbon 4H8'dir. Bu 28'dir molekül kütləsi. Bunun 42, bu da 56. İndi burada deyir ki, qaz halında olan alken, bilmirəm indi hansıdır. Qaz halında. Etanla, etanın molekül kütləsi 30'dur. Orta molekül 36'dır. Yəni 36 30'dan böyükdür. Deməli bundan kiçik olmalıdır. Bundan kiçik deməli onda alken ya 42'dir ya da 56'dır. İkisindən biridir. Amma sonra deyir ki bu alken demək butanla qarşığı orta molekül 46'dır. Butan 58 46'dan böyükdür. Düzdürmü? Onda 58 46'dan böyüksə artıq yəni 46 kiçikdir 58. Onda 46 bu alkenden böyük olmalıdır. Düzdürmü? İndi biz burada nə etməliyik? Biz burada bilmədik ki 42 yazaq 56 yaza bilmərik. Çünki alken burada başqa ola bilməz. Alken ikisində də eyni alkendir. 56 olsa biz buraya 56 yazsaq 56 da 58 də 46'dan böyük olacaq. Ancaq burada 46 58'dən balacaqsa alkenden böyük olmalıdır. Onda biz 56 yox 42'də dayanacağıq ki gəlin yoxlayaq. Baxın burada 42'ni yazanda 36 42'dən nədir? Kiçikdir 30'dan böyükdür. Bəli bunların ortasındakı rəqəmdir. Burada da biz bura deməli 42 yazsaq 42 mesela 56 yazsaq olmayacaq da. Çünki 46 burada 56'dan da kiçik olacaq 58'dəndir. Ona görə bu 42'ni bura köçürdəndə həqiqətən 46 42'dən böyükdür, 58'dən balacadır. Yəni elə bir rəqəm götürməliyik ki, bunların birindən böyük, birindən kiçik olmalıdır. Fikrim çatdı mı sizə? Ona görə 42'də dayanırıq. 42 də deməli 14'in bərabərdir 42, n də buradan 3'ə bərabərdir. Bu karbon 3H6'dır, yəni propendir. Və propende də bu 4'dür, sp3, bunlar da sp2'dir, 3 eləyəcək 10 hibrid orbit.